Hamıya salam. Bugün sizinlə tez və asan bişən lobya resepti paylaşacağım. Sezonu olduğu üçün əminəm ki, bu reseptdən faydalanan xanımlarımız olacaq. Əvvəlcə soğanı doğradım və yağa əlavə edib qovurdum. Qovurduqdan sonra bu formada doğradığım lobyanı içinə əlavə edib və soğanla bir daha qovurdum. Üzərinə yarım stəkan su əlavə edib bağlı qapaq altında yumşalana dək 15 dəqiqə ərzində bişirdim. Daha sonra pomidorları belə xırda-xırda doğradım və üzərinə əlavə edib yenidən bişirdim. Bişənə yaxın göyərtilərini də doğradım. Mən azca nanə də doğradım, çünki nanə yeməyə qeyri-adi bir dad verdi. Ən sonda duz və istiotunu da əlavə edirəm. Yeməyin suyu çəkildikdən sonra 4 ədəd yumurtanın üzərinə azca duz əlavə edərək çırpıb lobya yeməyinin üzərinə əlavə etdim. İnanın mənə, çox dadlı lobya yeməyi alındı. Hazırlayacaq olan hər kəsə nuş olsun.